Herkese salam, necəsiz? Kanalıma xoş gəlmisiniz qızlar. Bugün sizinlə vlog paylaşıram. Əslində bu vlogu çoxdan çəkmişəm. Keçən aydan qalma vloqdur. Deməli, mənim yaxınım bibimgil mağaza açır. Ona kömək eləyirəm. Burada malları ayırırıq, qiymət çıxardırıq və mən də evdə sıxıldığım üçün kömək eləyirəm, yəni. Bu vlogu çəkəndən sonra şəhərə falan gəldim, elədim, rayondaydım. Ona görə vaxtım olmadı paylaşmağa. Əslində çox vloqlar çəkmişdim, rayonda da, şəhərdə də. Sadəcə onları montaj eləməyə, səsləndirməyə vaxtım yox idi. Çünki xəstəyəm. Bir yandan evdə ustalar işləyirdi, səs normal olmurdu deyə səsləndirə bilmirdim və çoxsu da dünən axşam silindi. Burada gördüyünüz kimi gülləri yığırıq bir yerə. Əslində vlog çəkməyi falan çox sevirəm, paylaşmağı da. Amma sadəcə bu aralar nəsə çəkə bilmirəm, amma bundan sonra çalışacağam hər gün çəkim. Çünki öyle demək olar bütün işlərim bitdi. Çalışacağam sabah da yeni bir vlog çəkim, paylaşım sizinlə. Burada qablaşdırdıq, elədik, qiymətləri çıxartdıq və mən paketləyirəm. Qonşumuzun qızı da gəlmişdi köməyə, sağ olsun. Və daha sonra görsüz hədə səməni qalıb orada. Yəni bayram ərəfəsi çəkilib bu video. Qızlar, bugün o paylaşdığım vloqa özüm baxmamışdım. Adətən montajdan, səsləndirmədən sonra özümdə baxıram. Heç xoşuma gəlmədiyi üçün silməli oldum və onun yerinə bunu çəkməyi istədim. Bu vloqu mən editləməmişəm. Bu vloqu mənim bir izləyicim var. Fan səhifəsidir, səhv eləmirəmsə, o vloqlamışdı mənim üçün. Mən də səsləndirməsi qalmışdı sadəcə və məndən incimişdi paylaşmadığım üçün. Yəni vaxtım olmadığı üçün paylaşmırdım. Yoxsa yəni başqa bir şey yox idi həqiqətən. Sadəcə incidiyi üçün dedim bu günü səsləndirim. Yəni həqiqətən ağrınıram, yorğunam. Yəni bunu tez-tez demək istəmirəm. Sadəcə inciməsin deyə deyirəm. Yəni burada ona deyirəm ki, yəni sadəcə yorğunam deyə paylaşmırdım. Yəni arada incəliyi, küslüyü yoxdur. Yəni belə şəxsən tanımıram həmin qızı, amma Snapchat vasitəsilə danışırıq və çox sevirəm və o da Sabirabadlıdır, yəni mənim yerlimdir. Əslində belə xırda işlər görməyi çox sevirəm. Paketləmək olsun, nəyinsə qiymətini çıxartmaq, yəni iş görməyi çox sevirəm. Sadəcə işləyə bilmirəm hal-hazırda, amma gələcəkdə işləməyi düşünürəm. Yəni çox sevirəm. Hətta şəxsi biznesim olsun istəyirəm. Sizə makiyaj kursu haqqında danışmışdım. O tam kursa gedəcəkdim, belə deyim sizə. Kursda hətta danışmışdım. Sadəcə bəzi problemlər oldu deyə, yəni xəstəliyim ortaya çıxdı deyə gedə bilmədim kursa. Yəni bir müddət sonra gedə biləcəm, getsəm də. Hal-hazırda getmək istəmirəm. Əslində yorğunam çünki. Yəni həm psixolojik yorğunluğum var, həm belə necə deyim, özüm də yorğunum. Yorğun hiss edirəm özümü və müalicələr falan. Yəni günümün 60-70%-ni yataraq, duranda da ancaq iş görərək belə keçirdirəm. Axşam işləri bitirdim, sonra yatdım və şəhərə yollanırıq burada. Sonra mola getdim, belə bir fast food aldım. Buradan ilk dəfə də alırdım. Yəni yaxşı oxşuyurdu. Yəni çox da belə bəyənmədim əslində. Burada şəhərdən qayıtdıq Pramoy rayonuna və elədiyim alış-verişləri sizə göstərirəm. Qızlar, bu günəş kremini SPF-də, yəni tərifə ehtiyac yoxdur. Yəni çox gözəldir. Əgər üzünüz səpkilidirsə, tərkibindəki çay ağacı sayəsində yəni səpkiləri qurudur və makiyaj altı baza kimi də istifadə etmək olur. Biodermanı tərifləməyə ehtiyac yoxdur, zaten bilən bilir. Bu olini çox sevirəm mən. Saçları həqiqətən gözəl qulluq eləyir, yandırmır. Bu Golden Rose-un da sabitləyici spreyini çox tərifləmişdilər. Yəni istifadə edirəm əslində indi, yaxşıdır. Yəni bunları çoxdan aldığım üçün istifadə edirəm. Yəni burada bəzi məhsullar hədiyyədir, rəfiqəmin ad günü üçün almışam. Yəni belə bir alış-veriş elədim, make-up alış-verişi. Bu üz maskasını da təriflədilər, aldım. Yəni yaxşı idi. Bu bədən skrabıdır, ətirli. Burada belə bir bəbiş üçün şeylər aldım. Yəni gələcəkdəki uşağım üçün inşallah qismət olar. Və vlogumuzun sonuna çatdıq qızlar. Çox sağ olun sona qədər izlədiyiniz üçün. Kanala abunə olmağı, mənə dəstək olmağı unutmayın.